Salam əziz müəllimlər, hər birinizi xoş gördük. Bugün sizlərlə birlikdə şaquli və üfüqi inteqrasiyanı testdə necə rahatlıqla seçə bilərik, onun izahına baxacağıq. Qeyd edim ki, testimiz mürəkkəb və uzun görünsə də, əslində 4 situasiyadır ki, hər situasiya 4 test tapşırığı edir ki, mənim məqsədim sizlərə hər birini bir test cəm halında gətirərək, hər birinə aydınlıq gətirmək və necə seçə bilərik, bunun izahına və rahat yolla sizə deyək ki, izahına çalışacağım. Əziz müəllimlər, birinci, müəllim sağlamlıq qaydaları mövzusunu izah edərkən həm gigiyena qaydalarını izah edir, həm də bu qaydalara aid şəkillər çəkilir və sağlamlıq haqqında mahnı öyrədir. Qeyd edim ki, bir testdə üfüqi inteqrasiyanı seçmək istəyirsinizsə, mütləq müxtəlif inkişaf sahələrini görməlisiniz testdə. Məsələn, müəllim sağlamlıq haqqında danışırsa, bu ətraf aləmlə tanışlıq məşğələsidir. Lakin şəkil çəkdirirsə, bu estetik yaradıcı və ya fiziki inkişafın 1-1-4-6 standartıdır. Və ya mahnı oxutmaq, bu da bildiyiniz kimi, musiqi məşğələsi estetik yaradıcıya aiddir. Beləliklə, müxtəlif inkişaf sahələri arasında bir inteqrasiya görürsünüzsə testdə, bilin ki, söhbət gedəcək üfüqi inteqrasiyadan. Deməli, üfüqi inteqrasiyanı seçmək üçün nəyi bilməlisiniz? Hansı məşğələlər, hansı fəaliyyətlər, hansı inkişaf sahəsinə aiddir? İkinci bir məsələ müəllimlər, üfüqi inteqrasiya hər zaman yaş qrupu daxilində baş verir və burada planlaşdırmanın məntiqi ardıcılığı öz əksini tapır. Çünki bildiyiniz kimi planlaşdırmanın həm məntiqi, həm psixoloji, həm də xronoloji ardıcılığı var. Bizə lazım olan isə planlaşdırma məntiqi ardıcılığını qoruyursa, burada üfüqi inteqrasiya bizə lazım olur. İkinci testə baxaq. Məktəbə qədər yaş qrupu üzrə müəllim 4 fəsil mövzusunu keçir. Hər fəslin xüsusiyyətlərini izah edib maraqlı şeirlər söyləyir və fəsillərin təqvimdəki yerini göstərərək hansı aylarda olduğunu müəyyən edir. Əziz müəllimlər, gördüyünüz kimi fəsilləri keçmək idraki inkişaf, ətraf aləmlə tanışlıqdır və idraki inkişafın birinci əsas standartı üzrə yer alan alt standartlarla öz əksini tapır. İkinci bir məsələ, biz fəsillərlə bağlı şeirlər söyləyirik. Şeir bilirsiniz ki, nitqi dinləyib anlama, rabitəli danışma və nitq etkilərindən istifadə etmə idraki inkişafın ikinci əsas standartında yer alır. Yəni, burada hələ ki, heç bir inkişaf sahələr arası görmürük. Elə idraki inkişaf sahəsinin daxilində olduğunu görürük. Digər bir məsələ və hansı aylarda təqvim məsələsi zaman anlayışıdır və bu riyaziyyatda öz əksini tapır ki, lakin riyaziyyat da idraki inkişafın üçüncü əsas standartında yer alır. Yəni, biz idrakin həm birinci olan əsas standart üzrə verilən fəaliyyət, yəni ətraf aləmlə tanışlıq 2-1 üzrə verilən fəaliyyət, 2-2 üzrə nitqi dinləyib anlama verilən fəaliyyəti və 2-3 əsas standart üzrə verilən alt standart fəaliyyətlərini görürük ki, müxtəlif inkişaf sahəsi deyil. Hər biri 2 ilə başladı. Deməli, hər biri idrakdır və eyni inkişaf sahəsində baş verirsə bu inteqrasiya, bilin ki, söhbət gedəcək şaquli inteqrasiyadan. Yəni, bu oldu şaquli. Səbəb nə oldu? Burada müxtəlif inkişaf olmadı. Eyni inkişaf idrakin daxil oldu. İkinci bir situativ testlərdə necə şaqulini tapırıq? Müxtəlif yaş qrupları olur. Məsələn, biz 1-3 yaş uşaqlar üçün təlim fəaliyyəti keçiriksə, qruplarda dərs deyiriksə, bu zaman bizə ən yaxşı səmərə verən şaquli inteqrasiyadır. Məsələn, sadəcə avtomobil nəqliyyat mövzusudursa, körpələr qrupu üçün avtomobillərlə oynasınlar, onu adlandırmağa çalışsınlar. Digər yaş qrupunda artıq uşaqlar avtomobilləri seçirlər, digər yaş qrupunda isə səhnəciklərlə və avtomobilləri təsnifatına görə uşaqlar ayırd edirlər və onların məqsəd və funksiyalarını müəlliməyə təsvir edə bilirlər. Bu şaquli inteqrasiya olur. Və qeyd edim ki, şaquli inteqrasiyada alt standartın davamlılıq funksiyası və prinsiplərdən varislik prinsipi özünü şaquli inteqrasiyada qoruyur, yalnız şaquli, üfüqidə yox. Keçək üçüncü situasiyamıza.
Məktəbəqədər yaş qrupu üzrə müəllim 4 fəsil mövzusunu izah edərkən hər fəslin əsas xüsusiyyətlərini izah edir. Daha sonra uşaqlarla birlikdə fəsillərlə bağlı şəkillərə baxır, həmin şəkillərdən hər fəslə uyğun elementləri seçmələrini istəyir. Sonda isə uşaqlarla birlikdə fəsillərlə bağlı naxıl danışaraq fəsilləri daha yaxşı yadda saxlamalarına çalışır. Əziz müəllimlər, gördüyünüz kimi yenə müəllim ətraf aləmlə tanışlıqdadır və fəsillər mövzusuna aid şeir deyərək nitqi dinləyib anlamanı yenə formalaşdırır. Bu da idrak inkişaf sahəsində daxilində baş verən bir inteqrasiya, yəni şaquli inteqrasiya olur. Əgər desəydi 4 fəsli keçir, bununla bağlı olaraq uşaqlar yapma fəaliyyəti göstərir, o zaman ya 1-1-4 ya 3-1-4 deyərdik ki, bu da ya estetiklə, ya fiziki inkişafla əlaqələndirilərdi. Bu da olardı yenə üfüqi inteqrasiya. Amma fərqli inkişaf sahəsi görmədiyimiz üçün olur şaquli. Deməli, 3 şaquli. Daha sonra 4-ə baxırıq, buradan şaquli yazaq, 3-də də qeyd etdik. Və 4-cü, müəllim rənglər mövzusunu izah edərkən rənglərin adlarını sadalayır və rəngləri yadda saxlamağı tələb edir. Əziz müəllimlər, inteqrasiya yoxdur cavabını o halda götürürük ki, uşaqlara nəyisə təkrarlatmağa, əzbərlətməyə, yadda saxlamağa, xatırlamağa və bir növ yadda saxlama və yada salma proseslərini biz uşaqlarda formalaşdırmaq istəyiriksə, bu zaman inteqrasiya olmur. Çünki bu sadəcə heç bir bütövləşdirmə, əlaqələndirmə yoxdur, inteqrasiya yoxdur, sadəcə yadda sal deyirik. Və burada hansı əlaqələndirmədən söhbət gedə bilər? Heç bir. Bu hallarda inteqrasiya olunur. Bu da ikinci hal hansıdır? Özündən yuxarı yaş qrupu olarsa, məsələn, deyəcək ki, ikinci körpələr qrupunda təlim fəaliyyətini təşkil edən müəllim bunu deyək, orta qrupla və yaxud 3-4 yaşla əlaqələndirir. Bu zaman hansı inteqrasiyadan istifadə edir? Təbii ki, burada biz deyə bilmərik müxtəlif yaşlı şaquli. Xeyr, cavab olacaq inteqrasiya yoxdur. Çünki özündən yuxarı yaşla əlaqələndirmək qəti şəkildə düzgün deyil. Keçmədiyin mövzunu necə əlaqələndirə bilərsən? Burada təbii ki, uşaq yönümlü pozulmuş olar. Çünki uşaq üçün təlim fəaliyyəti əl çatan olmaz. Beləliklə, Smart'ın archivablını da, yəni A hərfində pozmuş olarıq. Bu qədər müəllimlər hər birinizə uğurlar. Deməli, düzgün cavabımız yeri gəlmişkən olacaq B variantı. Üfüqi, şaquli, inteqrasiya yoxdur.